verir, deyir ki, hərdən olur yaz, nəsə bir məclis olur, molla çağırırlar, molla gəlir, bu qardaş, sələfi qardaş gedir də bu belə məclislərə, o gedməmək olmur. Ola ki, bəzi qardaşlar itham edirlər ki, siz gedirsiniz belə məclis, molla gələn məclislərə, aş məclislərə, amma hansı bir tələbə gəlir də, o azmış tələbələrdən, onların dərslərinə gedmirsiniz. Siz Qazaxstanda qalır, qardaş sual verir. Deyir, yəni, o sələfi sayılır da, məsələn. Qardaş deyir ki, yox da, o hizbiçidir, ona görə. Yəni, bu qardaşı nə nəsiyyət edərdiniz ki, hansılar ki, yəni deyirlər ki, yox, onlar sələfidir, açıq aydın çəkindirirlər, siz çəkindirmişsiniz, məsəl üçün, Rinat kimi tələbələrdə, Abu Rəhi. Deyir, yox, olan dərsini, siz mollanın dərsini gedirsiniz, mollanın məclislərini gedirsiniz, amma bunların məclislərini gedmirsiniz. Belə şübhələnən. Sən deyirən ki, birinci kimdir mollanın məclisinə gedən? Yəni, yasdır, məsəl. Yəni, mollanın məclisinə gedirik mollaya qulaq asmağa, gelib başsağlığı verməyə. Sən yasla hizbinin, aleyhissalam, sən yasla hizbinin dərsinə gedməyi bir illiksən. Deyirəm, müqayisə düzgün deyil. Məsəl üçün, toy olur, məsəl üçün, hətta ora gəlirsə bir, məsəl üçün, azmış bir tələbə, o toya dəvət ediblər. O sələfi qardaşı gedmir də, o gəlib təbrik eləməyə gedmirlər ora. Təbrik eləsin telefonla. Desin ki, təbrik eləsin, xüsusən əgər o varsa. Çünki o hizbi, o molladan daha təhlükəlidir. Hizbi molladan daha təhlükəlidir, ona görə. Vəssalam. Yəni, hətta bir hizbiçi gəlsə, məsələn, toya, bir qardaşın toyudsa, o toya gəlib, belə gəlib, əgər çıxış eləyəcəksə, hizbi gedməsin. Gedməsin. Gedməsin, getsin, ya təbrik eləsin, getsin, oturmasın. Çıxsın, getsin, təbrik eləsin, çıxsın. Oturmasın. Biraz sonra. Qardaş sual verir Qazaxstandan. Deyir ki, belə şübhələr yayılıb ki, o ki, şəri və qeyri-şəri hakim görənlər, deyir, biz deyir, şəri görürük. Lakin deyir, qeyri-şəri görənlər olub əvvəl alimlərdən. Həsən el-Basri deyir, vaxtında da çıxmışlar deyir, hakimə qarşı. Lakin indiki alimlər müasir alimlər icma ediblər ki, belə deyir, icma ediblər ki, olmaz. Yəni, qeyri-şəri demək. Bu nədir? Birinci, bu səhv fikirdir. Həsən el-Basri və ya kimsə çıxıbsa, onlar kafir görüb çıxırdılar. Müsəlman demirdilər, müsəlmandır, qeyri-şəridir, ona görə çıxırdılar. Onlar kafir görüb çıxmışdılar. Kafir olanda da qeyri-şəri olur. Amma müsəlmandırsa, o boş söhbət deyil, onu alladıblar. Düzgün deyil o. Aydın da qardaşlar. Kim şəriyi qeyri? Əgər müsəlmansa artıq şəridir. Vəssalam. Hansı yolla gəlibsə gəlib. Hələ bir alim olmayıb ki, deyirlər ki, onların da alimləri var, nəyisə istinad edirlər. Məsələn, desinlər də, desinlər. Desinlər, kimdə olan alim? Desinlər. Aydındır, qardaşlar. Bu rəy əhl-i-sünnənin rəyi deyil, vəssalam. Bu rəy xavariclərin rəyidir. Bunlar xavariclərlə bir şey, fərqi budur ki, xavariclər təkfir edir, bunlar sadəcə diyanıblar, deyirlər şəri deyil, amma müsəlman deyil. Aydındır? Batıl fikirdir. Müsəlmandırsa şəridir, qutardır. Kafirdirsə şəri deyil. Bu icmadır. Vəssalam. Özünüzü çaşdırmayın, fəlsəfə lazım deyil. Bunlar oynayırlar. Həmçində bunlar, qardaşlar, bunlar demirlər, biz siz səhvsiniz. Onlar bizi səhv çıxartmır. Onlar deyir, siz düzsünüz. Siz düz deyirsiniz. Sizin fikriniz, hətta çoxsu sizin fikrinizi deyir. Lakin onlar bizdən istəyi nədir xavariclərin, bu mümeyyilənin? Xüsusən o bəzi tərəflərin. Onlar deyirlər, siz bu fikri qəbul edin. Ki, bu fikirdə möhtəbərdir. Bu belə şübhə yəni. Onlar bunu istəyirlər. Amma biz deyirik ki, yox, bu fikir möhtəbər deyil. Aydın batildir. Nəyə istinad edirlər bunlar, belə deyirlər? Bunlar bəzi alimlərin bəzi fətvalarını götürüblər, ondan göy ki, bunlar nəticə çıxardıblar. Amma bunların fikirlərindən deyənlər var da, məsələn, Əbu Saqil Hüveynidir, məsələn, Yasir Burhamidir, onların təbliğatıdır bu. Və onları da şeyxlər əlhamdülillah rədd ediblər nə qədər. Şeyx, bu ilzam barədə. İlzam var, yoxdur, ilzamı kim elə bilər? İlzam baxır vəziyyətə. Baxır vəziyyətə. Məsələn, tutaq ki, məsələn, bir İbn Ladin xavarişdir, məsələn. Biri gəlir, deyir ki, birində deyirsən, İbn Ladin barədə nə, sən deyir, yox, mən heç nə demirəm. Deyirəm, yox, sən deməlisən, xavarişdir, xüsusən elm tələbəsisənsən. Məsələn, adi adamsansa o heç, sən heç bir təhsilin zadın yoxdur. Amma məsələn, elm tələbəsidirsə, mövqeyi aydın olmalıdır o adam barədə. Məsələn, deyirsən ki, qardaş, sən onu xavarişdir yenə. Deyir, yox, mən ona xavariş deməyəcəm. Nə deyəcəksən onda? Deyir, sələfidir, tutaq ki, əsli sələfidir məyər, hüccət çatmayıb ona zat, cəmiliyə, dağıtmayaq, nə bilim.
cəm eləyib, bölməyib, saat necə bu meyləb, saat şuarladır. Hə, batıl fikirdir. İlzam var yəni. Məsələn, ilzam eləyirsən, əgər görürsən ki, o adamın zərəri gəlir. O adamın zərəri gəlir. Məsələn, olmaz ki, tələbə, elm tələbəsidir. Deyir ki, filan kez azmışdı, o birisi tələbə deyir ki, yox, azmayıb, yaxşıdır. Onda cəmaat azır. Onda cəmaat azır. Gərək tələbələr hamı desin ki, bəli, o adam azıb ki, xüsusən əgər təhlükəli şey varsa. Ya əgər təhlükəli bir şey deyil ki, onu tərk eləmək olar, məsələn. Amma məsələn, elə məsələlər var ki, orada hamısı ilzam olmalıdır mütləq. Bu yaxınlarda hələ bir videosu. Məsələn, hələ bir. Videosu yayıldı. Dedi ki, o ilzam deyir, yoxdur belə qətiyyən. Hələ bir bunu deyir də, bunu demək istəyir ki, hələ bir, yəni tutaq ki, elə bizim tələbələr də bəziləri ondan təsirlənirlər də. Ki, məsələn, İbn Ladeni Cibrin heç nə deməyib, Cibrini tərifləyib. Məsələn, İbn Baz pisləyib. Hansını istəyən götürür fikrini. Heç kim ilzam eləməsin. Heç kəs sən deyirsən, sən Cibrin fikrini İbn Laden yaxşı olanda, mən də deyirəm İbn Laden pisdir. Bizim aramızda ixtilaf olmamalıdır. Olmur axı hələ. Çünki onun fikirləri aparır nümayişlərə, onun fikirləri aparır hakimiyyətə qarşı, onun fikirləri aparır fəsada. Və necə yəni, mən sənə oturum belə və görürəm ki, sən fəsada meyillisən, olmur, düz gəlmir. Aydın da qardaşlar. Biz fəsadın qabağını almaq üçün müəyyən addımlar atmalıyıq. Öylədir. Şeyh, bu